Salamlar, sizləri İnnovativ Təhsil Mərkəzinə xoş gördük. Mən mərkəzimizin riyaziyyat müəllimi Anar Həsənov. Bugün sizlərə 20 aprel 2025-ci il tarixində 2-ci zona üzrə 9-cu siniflərin buraxılış imtahanına düşmüş bir riyaziyyat sualının müzakirəsini etməyə gəlmişəm. Deməli, sual ətraflı yazılı tələb olunan tapşırıqlardadır. PDF-ə görə buradan Vahid Mustafayev müəllimə təşəkkür edirəm. Və elə həmin gün biz bu sualın müzakirəsini etdik və sualın səhv olmasını elə tez qərar verdik. Sualın səhv olması hardan bilinir? Sualda şəkil çəkilir. Bu riyaziyyat fənnidir. Riyaziyyatda şəkili çəkib sualı verməklə həll etmək doğru deyil. Hələ bu bir imtahan sualıdırsa, sualı quranda həddindən artıq çox diqqətli olmaq lazımdır. Məsələn, nümunə gətirilən biz adı öz şagirdlərimiz üçün və yaxud da ki, təhsil mərkəzimiz üçün, yəni belə deyim də, Azərbaycanın bütün şagirdləri üçün yox, müəyyən bir hissəsi üçün sual hazırlayanda, onun üzərində çoxluca müzakirələr edirik və hələ ən azı 4 müəllimlə, 3 müəllimlə də sualları yoxlayırıq ki, sualda hər hansı bir xəta olmasın. Amma bizim Dövlət İmtahan Mərkəzimizin il ərzində 9-cu siniflər üçün hazırladığı suallarda xətalar var. Bu sual ümumiyyətlə tam xətalıdır. Çünki sualın şərtini çəkib, bu sualı duran yəqin ki, düşünüb ki, diaqonal təmirləndir təbii ki, bu 45 dərəcələri bura şagird yazacaq. Amma əlavə bir şərt verməyib. Əlavə şərtin verməmək nə deməkdir? Şəkildə görünməklə burası 90 dərəcədir və yaxud da ki, bu 90 dərəcədir və yaxud da ki, tutaq ki, bu YF, məsələn, buna parçası desən, bu YF-in paralel olması hər hansı AD-yə və yaxud da ki, BC-yə şərti mütləq verilməlidir. Yəni, həndəsə sualı necə qurulmalıdır? Həndəsə sualı şəkillə qurulmur. Həndəsə sualı mütləq və mütləq şərtləri sualın içində verilir. Məsələn, siz burada sadəcə sahələrin, iki sahənin nisbətini verirsiniz və bu iki sahənin nisbəti ilə heç bir şey etmək olmaz. Yəni, bu şəkildən bunlar oxşardır, paraleldir deməklə bu sual həll olunmur. Və bu suala şagirdlər yetərincə qədər orada vaxt ayırıb. Siz şagirdlərin haqqına girirsiniz. Çünki orada 300 bal toplamaq istəyən şagirdlər də var, maksimum nəticə göstərmək istəyən şagirdlər də var. Və sualın şərtini axtarıb, iki sahələr nisbətindən sualı həll eləmək demək olar ki, mümkün deyil. Deyirsiniz ki, burada paralellik var, bu riyaziyyat fənnidir, bu elmlərin şahıdır. Siz burada həddindən artıq diqqətli olmalısınız. Şəkildən görünür deyə bunu həll edin, şagirddən tələb edə bilməzsiniz. Yəni, ən dəqiq fənnimiz bizim riyaziyyatdır. Bundan o yana dəqiq fənnimiz yoxdur və hələ həndəsəyə gəldikdə isə həndəsədə bütün şərtlər verilməlidir. Yəni, nümunə gətirilən mən bir 300 çəkilən deyirəm ki, bunun bütün tərəfləri eyni görünürdü, onda bu bərabər tərəflidir və yaxud da ki, bucaqlar onun hamısı atmışdı. Baxı doğru deyil, bu absurd bir fikirdir. Yəni, bu sual Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün keçirdiyi bu sual səhv sualdır, xətalı sualdır. Ümumiyyətlə, demək olar ki, son illər buraxılış imtahanlarında, demək olar ki, hər imtahanda bir dənə sual xətalı çıxır. Azı bir dənə sual xətalı çıxır və mənə maraqlıdır ki, bu qurum olaraq il ərzində 25 dənə suala hazırlamaq niyə bu qədər çətin olur? Məsələn, mən sualların müqayisə edəndə, birinci zonadakı suallar, bu ikinci zonadakı suallardan demək olar ki, çox asanlıdır. Niyə uşaqlar arasında fərq qoyursunuz? Niyə kimlərinsə, belə deyim, ümidlərini qırırsınız? Məsələn, uşaqlar var, gecə-gündür çalışırlar, hədəfləri 300 baldır, qırmızı diplomlu. Siz onların qabağını alırsınız. Bir imtahanı çox sadə edirsiniz. Məsələn, 11-ci siniflərin buraxılış imtahanı, mart ayının ilk həftəsi olan imtahan çox sadə idi. Amma ikinci imtahanda ondan demək olar ki, çətin idi. Və yaxud da ki, bu sualı burada qurmaqdan məqsədiniz nədir? Fikrimcə bu sual Türk kitablarından götürülür. Amma şərti düzgün qeyd eləməyibsiniz. Yəni, tərcümədə də probleminiz var. Ən azı sualın şərtini bir özünüz də düşünün. Bu YF AD-yə paralel deyil və yaxud da ki, YF perpendikulyar deyil desək. Şərtdə verilməyibsə, siz onu tələb edə bilməzsiniz. Və bu da şagirdin vaxtını aparır. Yəni, şagird hər hansı buradan bir şey cavab yazıbsa, tutaq ki, bunu hamınız belə deyim, şagirdlərin xeyrinə götürdünüz. Bəs orada şagirdin getdiyi vaxt, şagirdliyin apardığı o vaxt, bunu siz geri qaytara bilməyəksiniz axı. Və yaxud da ki, 11-ci siniflərin buraxılış imtahanlarında. Demək olar ki, ən azı bir dənə səhv olur. Yəni, bu sualları qurmaq bu qədər mi çətindir? En qədər təhsil mərkəzləri suallar, belə deyim, kurslar, sınavlar keçirdi. Demək olar ki, onlarda xəta olmur. Bizim buraxılış imtahanlarında, blok imtahanlarında baxırsan ki, haradasa yenə də xəta var. Yəni, xahiş edirəm,
İndi videonu yəqin ki izləyəcəklər. Sualları quranda şagirdlər düşünün. Yaxşı da bu tutaq ki doğru sualdır. Bu sualı həll etmək 9-cu siniflə 11-ci sinifin müqayisəsində 11-də çox asan sual soruşursan, burada uşaqlığın oxşarlıq, diaqonalın təmbəlan olması, plus sahələr nisbəti, plus burada bir təmin qurmaq, yenə də düz-bucaqlı sahəsini tapmaq. Belə bir 4 addımlı suala nə ehtiyac var? Yaxşı, sən bunu birinci zonada niyə etməmişdin? Yəni, mənim fikrimcə imtahan bir gün ərzində olmalıdır və yaxud da ki, ayrı-ayrı zonalarla olunursa, sualların səviyyələri demək olar ki, eyni olmalıdır. Və yaxud da ki, sənin bu sual tipindən demək olar ki, topluda və yaxud da ki, şagirdlərin istifadə etdiyi hər hansı bir Azərbaycan daxilində istifadə olunan kitablarda yoxdur. Bu sual demək olar ki, Türk ədəbiyyatından götürülmüş suallardır. Və uşaqlar bunu görmür. Uşaqlar deyəndə, məsələn, elə şagirdlərimiz var, ancaq sinif kitablarla hazırlaşırlar. Elə şagirdlərimiz var, ancaq toplu ilə hazırlaşırlar. Yəni, bütün şagirdlər Azərbaycanda istifadə olunan bütün həndəsə və cəbir kitablarını əldə edə bilmirlər. Ona görə proqrama uyğun sual qurmaq lazımdır. Yəni, deyəcək ki, proqrama uyğun qurulub. Çox mərhələli suala, yenə də deyirəm, buraxılış imtahanı olduğu üçün mənim fikrimcə ehtiyac yoxdur. Şagirdləri düşünmək lazımdır. Və bu sual yetərincə qədər də, əgər şərti düz olsaydı, maraqlı sualdır. Digər suallar haqqında danışmaq istəmirəm. Elə mənə maraqlı olan sual bu idi. Yəni, buradan sizlər kimlər bu videoya baxacaqsa, bu videonu paylaşın. Sizlərdən xahiş edirəm. Qoy Dövlət İmtahan Mərkəzi də bu sualı görsün və bu sualı ən azı şagirdlərin xeyrinə saysınlar. Hələ şagirdlərin orada yenə də deyirəm, zamanını geri qaytara bilməyəcəklər. Məsələn, bu bilirsiniz nəyə oxşadı? 2 il əvvəl səhv etmirəmsə bir paralel sualı imtahana salmışlar 11-ci siniflərə və axırda onun müzakirəsində dedilər ki, belə bir paralel yoxdur. Yaxşı şagird axı buna azı bir 6-7 dəqiqə, 10 dəqiqə vaxt ayıran şagird vardı. Yəni, məsələn, mənim bir şagirdim vardı, o sualı yazmışdı, hesablamışdı, sistem həll eləmişdi. Deyir ki, müəllim, özümə güvənmirdim ki, imtahan həyəcanı da var. Özümə güvənmirdim ki, bəlkə hardasa səhv etmişəm. Ölçünün birini 0 tapmışdı, yəqin ki, yazıya düşdü, diaqonallara uyğun, üzlərin diaqonallarına uyğun bir sualıdır. Belə, əziz izləyicilər, əziz müəllimlər, siz də fikrinizi bildirin. Yəni, bu riyaziyyat fənnidir. Riyaziyyat fənni qədər dəqiq olan bir fənn yoxdur. Ona görə qurulan suallar da, çəkilən şəkillər də hamısı dəqiqliklə olmalıdır və şərtlərdə dəqiqliklə verilməlidir. Və fikrimcə bu sualı da şagirdlərin hamısını sizlər xeyrinə saymalısınız. Növbəti izahlarda, video dərslərdə görüşərik. Hər birinizə uğurlar.